أذربيجان صارت وجهة سياحية مميزة. ليش أذربيجان صارت وجهة سياحية مميزة؟ Azərbaycan, mən deyərdim ki, digər ölkələrə baxanda, yəni təbiəti ilə, gözəlliyi ilə və xidməti ilə digər ölkələrdən fərqlidir. شنو أكثر الأماكن المشهورة بها أذربيجان؟ Azərbaycanın hal-hazırda turizm şəhərləri çox gözəldir və məsləhət edirəm sizə gəlib ziyarət eləyəsiniz, gəzəsiniz, baxasınız. Qəbələ şəhəri, Quba şəhəri, bizim digər rayonlar, hal-hazırda da bizim gözəl Qarabağ, çox gözəl təbiəti, çox gözəldir bizim Qarabağ. Şuşa şəhəri və digər rayonlarımız, digər şəhərlərimiz öz təbiətinə, öz abu-havasına görə, öz yeməyinə görə çox gözəldir. زين بالنسبة للجانب المادي من السفر، هل تعتبر أذربيجان غالية؟ Yox, mən deməzdim. Yəni o hər bir ölkəyə səfər eləyən turistin öz hesabına baxır, öz büdcəsinə baxır. Yəni hər bir turist Azərbaycana gəlib $500 da xərcləyə bilər bir həftəyə, $1500 da xərcləyə bilər. Yəni məbləğ olaraq, yəni Azərbaycanda yalandır. Deyirlər Azərbaycan bahalı şəhərdir. Mən deməzdim Azərbaycan bahalı şəhərdir. Azərbaycanın nemətləri, restoranları, kafeləri, yəni cürbəcür qiymətlərə məxsusdur. Yəni yeməklərin qiymətləri fərqlidir. Ucuz da var, baha da var, orta da var və məkandan da çox şey asılıdır. Şükran.